Son günlərdə Şəkidə çoxlu yayılan, paylaşılan bir video var. Bir-iki nəfər bizə də göndərib o videonu. Video məğzi budur ki, Türkiyənin məşhur tarixçisi İlber Ortaylı deyir ki, Azərbaycanda yaşayası olsam Şəkidə yaşayaram. Bakü'nün çok güzel bir şehir olduğu tartışılmaz. Bəli. Ama devamlı Azerbaycan'da otursam Şəkidə otururum. İnsanlar da təbii olaraq bunu paylaşır. Çünki çox qürur verici, çox sevindirici bir haldır ki, o qədər məşhur bir adam Şəkini seçir. Belə deyilmi? Əslində deyil. 2000 ildən çox tarixi olan bir şəhəri hansısa bir insan təriflədiyinə görə şəhərin dəyəri artmır. Əksinə, həmin insanın ağıllı olduğunu göstərir bu. Bu mövzu bir xəstəlik kimi millətimizi son illərdə tapıbdı. Min illərlə tariximiz, dəyərlərimiz var, amma öz güvənimizi bərpa eləməkdən ötürü kiminsə, hansısa məşhurun hansısa cümləsinə ya da bizi seçməsinin ehtiyacını hiss edirik özümüzdə. Yəni insanların ağzına baxmağı biraz tərk etmək lazımdır. Bununla əlaqəli başqa bir dənə də mövzu var. Bir neçə il əvvəl videosunu çəkmişdim. Burada yenə yeri gəlmişkən deyim. Bizdə necə olur? Müğənnidir, tutaq ki, hansısa formada məşhurlaşır. Sonra çıxır efirdə, ondan soruşurlar ki, uşaq necə tərbiyə olunur? Neçə yaşından sonra uşağa telefon vermək olar? Ailə daxilində münaqişələr necə həll olunmalıdır kimi. Bu insan sosioloq deyil, psixoloq deyil, bu barədə bir araşdırması yoxdur. Öz bilgisindən deyir, məsələn deyir ki, 10 yaşına kimi uşağa telefon verməmişəm mən və kütlə arasında, insanlar arasında bunu danışırlar ki, filan müğənni dedi ki, 10 yaşına kimi uşağa telefon vermək olmaz. Bu telefon vermək məsələsi ən sadəsidir. İnsanlar ailə daxili məsələləri müğənnilərin verdiyi istiqamət üzərindən həll etməyə çalışırlar. Bu yaxınlarda biz bir video çəkmişdik ki, yaxına uzun müddət baxmaq gözə zərər verir. O videodan sonra fərqli sosial platformalarda bizdən yazıb soruşurdular ki, gözümü necə müalicə edə bilərəm, hansı hərəkət yaxşıdır. Yəni bu ekranda, telefonun ekranda ya da televizorun ekranda kimsə görünürsə, o mütəxəssis kimi gəlir insanlara. Yəni biz də təbii olaraq məsləhət vermirdik. Deyirdik ki, gedin göz həkimi ilə məsləhətləşin. Biraz məşhur olan adamların bütün sahələri bilməsi, hər sahədə işin əhli olması, yanlış inancı var. Onu da inşallah danışa-danışa bu video çəkə-çəkə deyə-deyə bitirəcəyik.